Salam, hər vaxtınız xeyir olsun əziz tamaşaçılar, dəyərli CBC Sport izləyiciləri. Əl oyunları İdman Sarayından hər birinizi salamlayırıq və bugün futsal üzrə milli komandamız Avro 2026-nın seçmə mərhələsinin ilk oyununa çıxır və millimiz evdə doğma Azarkeş qarşısında İsveç seçməsini sınağa çəkəcək. İsveç millisi qeyd edim ki, məlumat üçün əvvəlcədən bildirim ki, artıq bir oyun keçirib və onlar Yunanistana uduzublar, Yunanistan millisinə uduzublar. İndi Azərbaycana səfər ediblər və ikinci görüşlərini keçirirlər. 5-ci qrupda mübarizə aparır millimiz. Burada Azərbaycan, İsveç, Yunanistan və Xorvatiya seçmələri qüvvələrini sınayırlar və onlar 2026-cı ildə Latviyanın paytaxtı Riga, eyni zamanda Litvanın Kaunas şəhərlərində keçiriləcək, təşkil olunacaq Avropa çempionatına vəsiqə uğrunda mübarizə aparırlar. Ümumilikdə 10 qrupda Avropa komandaları əsas mərhələyə vəsiqə uğrunda yarışır və millimiz bir daha vurulun 5-ci qrupun iştirakçısıdır. Və qrupda liderlər birbaşa vəsiqə qazanacaqlar. Bunu da öncədən formatdakı o qeydi diqqətinizə çatdırım ki, yalnız liderlər birbaşa vəsiqə qazanır. İkinci yeri tutan komandalarsa play-off vasitəsilə vəsiqə əldə etmək imkanı qazanacaqlar. Hazırda son hazırlıqlar başa çatmaq üzrədir. Bir qədər sonra komandamız və İsveç millisi arenaya daxil olacaq. Son isim hərəkətləri yekunlaşdı və milli komandamız bu Avropa çempionatının seçmə mərhələsində yerli gənc komanda ilə Vitali Borisov yeni bir sınağa, yeni bir çağırışa hazırdır və inanırıq ki, millimiz uzun müddətdir, müstəqillik illərində demək olar ki, Avropa çempionatlarının hamısında əsas yarışlarda yığma komandamız çıxış edib və bu tendensiyanı, bu uğurlu çıxışı bu Avropa çempionatında da davam etdirə biləcək. Buna ümidimiz çoxdur, bunu arzuluruq. Əlbəttə ki, təbii kollektivlər kifayət qədər güclüdürlər Avropa çempionatına vəsiqə uğrunda. Hər qrupda iddialı komandalar var, ən azı 2 komanda digər 2 kollektivdən üstün mübarizə aparır və millimizi əlbəttə ki, burada Yunanistan komandası ilə xüsusilə gərgin görüş gözləyir. Odur ki, asan olmasa da milli komandamızın, yığmamızın bu işin öhdəsindən gələcəyinə inanmamız çoxdur. Məlumat verməyə çalışsam, Avropa çempionatı ilə bağlı qeyd etdiyim kimi 2 şəhərdə təşkil olunacaq. Baltik yanı ölkələrdə Latviya və Litvanın 2 şəhərində müvafiq olaraq Riga və Kaunas şəhərlərində bu turnir keçiriləcək. Və qeyd etdiyim kimi 10 komanda mübarizə aparır seçmə mərhələ yarışlarında. Milli komandamız 5-ci qrupun iştirakçısıdır və ilk oyununu keçirir. Növbəti oyun isə, milli komandamızın növbəti görüşü isə səfərdə olacaq Xorvatiya komandasına qarşı. Mübarizə aparacaq futsalçılarımız yer gəlmişkən İsveç evdə. Dekabrın 11-də Yunanistana 1-4 hesabı ilə uduzub. Və bu məqamda diqqətinizə çatdırım. Bakı İdman Sarayında keçiriləcək milli komandamızın ilk oyunundan sonra isə yığmamız 2025-ci ildə yeni ilin ilk ayının son günündə yanvarın 31-də Xorvatiyada rəqibi ilə, yerli komanda ilə münasibətləri aydınlaşdıracaq. Növbəti oyunu fevralın 4-də evdə məhz bu arenada Yunanistan komandasına qarşı keçirəcək və milli komandamızın növbəti oyunu Yunanistan səfərində olacaq mart ayının 11-də, ardınca aprelin 11-də növbəti səfərdə İsveç səfərində olacaq və beləliklə sonuncu oyunumuzu aprel ayının 15-də evdə Xorvatiyaya qarşı keçirəcək. Bax, bu görüşlərdən sonra Avropa çempionatının əsas mərhələsinə vəsiqə qazanan komandaların adlarına aydınlıq gələcək. Əlbəttə ki, bir daha vurulayım, arzumuz qrup lideri olmaqdır. Bu yarışları birinci sırada başa vurmaqdır. Çünki birinci sıranı tutan komanda, ilk yeri tutan kollektiv birbaşa vəsiqə qazanır Avropa çempionatına. İkinci yeri tutan komandalar isə mümkün play-offlarda qüvvəsini sınamış olacaq.
Beləliklə, Azərbaycan və İsveç komandaları meydana daxil olur. İsveç'in ve Azerbaycan'ın devletinden seslenir. Please stand up for the national anthems of Sweden and Azerbaijan. Hər iki ölkənin dövlət himni səsləndi Bakı İdman Sarayında və artıq kollektivlər, uzanışlar bir-birlərini salamlayırlar. Heyətlərə nəzər salmaq olar artıq rejissorumuz sizin üçün. Milli komandamızın həm start, həm də ümumi heyətini nümayiş elətdirir. Azərbaycan millisi meydan sahibləri bu heyətlə mübarizə aparır. 12 qapçı və kapitanımız Rövşən Hüseynli, 5 Oktay Rüstəmli, 7 Xəzər Əğalizadə, 9 Tofiq Mikailov və 14 Ülvi Aliyev. Bu milli komandamızın start heyətidir. Ehtiyat oyunculara gəlincə, ehtiyat qapçı 1 Kamran Hacıyev, 2 Rüstəm Bağırov, 3 Nihad İsmailov, 6 Mirzə Əmirov, 8 Murad Quluzadə, 10 Seymur Məmmədov, 13 Fərid Abbasov, 17 Fərid Atakişiyev və 20 Emil Həsənzadə. Milimizin baş məşqçisi Vitali Borisovdur. O ki qaldı İsveç komandasına. İsveç komandasında heyət bu cürdür. Qapçı 20 Viktor Saaf, 8 Hampus Forublat, 9 Fredrik Söderqvist, 10 Petrit Jubi komandanın kapitanı və 13 Noraldin Azizi. Komanda İsveç millisinin baş məşqçisi Matiya Dulvatdır. Hakimlər briqadasına gəlincə görüşün birinci referisi Aslan Qalayevdir, ikinci referi Turexan Tursunbayev və üçüncü referi Nurlibek Kalimagambetoovdur. Hakimlər Qazaxıstanlıdırlar. Vaxt hakimisi Anar Fərəcovdur. Hakim inspektor Stefan Weber Almaniyadan. UEFA nümayəndəsi isə
Zoran Dimiç'ti Serbiyadan. Xatirə şəkilləri çəkdirildi artıq oyun üçün. Demək olar ki, hər şey hazırdır. Və hakimlərin işarəsi ilə milli komandamız futsal üzrə millimiz Avropa çempionatının seçmə mərhələsinin ilk oyununu keçirmək üzrədir. İlk oyun başlamaq üzrədir. Birinci referi Aslan Qalayevin diqqəti hazırda futbolçularda, komandalarda və start heyətlər meydana daxil olurlar. Azizi ekranlarınıza gəlir. Noraldin Azizi. Yeri gəlmişkən Yunanistanla maçda yeganə qolu İsmail Fazliyə vurub. İsveç millisindən 1-4 hesablı uduzluqları həmin görüşdə İsmail Fazliyə yeganə qolun müəllifi olub. O da hazırda ehtiyat oyuncular arasındadır. 2 nömrəli İsmail Fazliyə. Belə ilə milli komandamız mübarizəyə başlayır. Uğurlar Azərbaycan və komandamız ilk hücumu qurmaq üçün qapçı Rövşən Hüseyinli ilə oynadı və orada Azizi pressing etdi sona qədər. Top məhz İsveç millisinin futbolçusundan meydana tərk edir. Öndə pressing qonaqlardan irəliyə ötürmə. Qapı qarşısında orada boş mövqedə idi Ülvi Əliyev, ancaq Xəzərin ötürməsindən sonra son anda toxunuş İsveçli futsalçıdan top meydana tərk edir. Oktay Rüstəmli top oyuna daxil etdi. Orada Tofiqə zərbə imkanı verilmir. Müdafiədə etibarlı oynayır Hampus Furublat. Oktay yenidən topu oyuna daxil edəcək. Geri ötürmə, qüvvətli zərbə və qapçı Viktor Saf inanlı oynayır. Xəzər Ağalızadənin zərbəsindən sonra milli komandamızın daha bir cəhdi və bu dəfə Tofiq Mikhailov iti bucaqdan fərqlənməyə çalışdı, amma çərçivəyə düşə bilmədi. Maçın əvvəlindən etibarən rəqib qapısı qarşısında təhlükəli vəziyyətlər yaratmağa başladı futsalçılarımız və Tofiqin cüssəsini irəliyə verməsi rəqib oyuncunu topsuz qoydu Noraldin Azizini. Rövşəndən uzun və dəqiq götürmə, amma orada birbaşa zərbə endirməyə qərar verdi Oktay. Oktay Rüstəmli. Forablut. İrəli ötürmə dəqiq deyil və Rövşən Hüseyinli topu oyuna daxil edəcək. Komandamızın ən təcrübəli futsalçılarından biri. Ötürmə dəqiq deyil Rövşəndən. Əllə komanda yoldaşını birbaşa topu ona çatdırmağa çalışdı. Qapçı ilə üz-böz qoymağa çalışdı. Ferablut. Ötürmə dəqiq deyil. İsveç futsalçıları yalnız maçın o startındakı pressinglə hələ ki daha çox yadda qalıblar. Ondan sonra komandamız təbii ki daha yaxşı, daha üstün oyun nümayiş elətdirir. Ağalizadə, Mikhailov. Azizi pressing edir və orada anlaşılmazlıq oyuncularımızdan. Fredrik Söderqvist top oyuna daxil etdi. Azizi zərbə gəlir və sonda Ülvi topa çata bilərdi bəlkə də, amma toxunmadı və yan xətdən qonaqlar indi top oyuna daxil edəcək. Hampus Furublat. Ötürmə geriyə 10 nömrəli kapitan zərbə indirir. Petrit Jubi və onun zərbəsindən sonra top qapının üstündən keçir. Rövşən. Oktay. Tofiq topu yenidən Oktay'a qaytarır. Ülvi. Tofiq Mikhailov yaxşı görür. Komanda yolaşı iti bucaqdan zərbə qapçı səhv edir və savaçılar! Oktay
Rüstəmli. Qapçının top ələ keçirə bilməməsi millimizin hesabı açmasına gətirib çıxarır Oktay Rüstəmli. Topu qapıdan keçirir və milli komandamızı ileri çıxarır. İsveç komandası hesabda geridədir və onlarda dəyişiklik Matin, Atay, Nəcəfi oyundadır. Və digər oyuncular təbii ki ikinci heyət. Onları da diqqətinizə çatdıracağım. 11 nömrəli oyuncu Brian Johansson hazırda topladı. 4 nömrəli oyuncu Viktor Mosberg ötürməsini etdi. Zərbə gəlir, blok. Xəzər Ağalizadə rəqibin zərbəsinə blok qoyur. Mosbergin zərbəsindən sonra Viktor Mosberg hazırda yan xəttdən topu oyuna daxil etməyə hazırlaşır. Qüvvətli zərbə Johansson və toxunuşdan sonra indi Brian Johansson künc nöqtəsinə gedir. Ötürmə geriyə. Qüvvətli zərbə idi bu, amma dəqiq olmadı. İsveç milli komandasında 7 nömrəli oyuncu Fehim Smailovic. Topu qapının yanından vurdu Fehim. Fehim İsmailovic. Ülvi çox yaxşı keçdi rəqibini Ülvi. Və orada Johansson sürüşərək topu meydandan çıxarır Brian Johansson. Ötürmə qapı qarşısına, top geri qayıdır. Ağalizadə qapçı ilə oynayır Rövşən Hüseynli. Tofiq Mikhailov. Johansson. Topu meydandan çıxarır. Rəqibin 11 nömrəli oyuncusu Brian Johansson. Yaxşı çıxdı orada. Millimiz ötürmə sağ tərəfə. Birbaşa zərbə. Yerindədir qapıcı. Viktor Saf. Out. Millimizdə də dəyişiklik edilir. Meydana daxil olan oyuncular 17 Fərid Atakişiyev, 3 Nihat İsmailov, 13 Fərid Abbasov və 8 Murad Quluzadədir. Atakişiyev topu meydandan çıxarır. Fərid Atakişiyev. İsmailovic ekranlarımıza gəldi. İsveç millisinin 7 nömrəli futzalçısı. Ötürmə çox yaxşı düşünülmüş ötürmə idi Johanssondan, amma top Fəhimə gəlib çatmadı. Nihat İsmailov. Atakişiyev. Fəhim. Brian Johansson ötürmə geriyə. İsveç futzalçılarının hücumu devam edir. Əlinə Cəfi və blok oyuncularımızdan Nihat İsmailov və Fərid Abbasov eyni cinahda rəqib hücumunun qarşısını kəsməyə çalışırdı Brian Johansson. Nəcəfi dönüb zərbə indirməyə niyyətindədir. Nəcəfi zərbə indirir və Rövşən Hüseynli komandamızı real qoldan xilas edir. Millimizin kapitanı əla oynadı bu epizodda. Nəcəfi idi zərbə indirən. Mətin Atay Nəcəfi bu arada komandamızın əşqicimi Quluzadənin zərbəsi alamadı. Abbasov xeyli çəkdi topu. Və top elə Fərdin özündən meydana tərk edir. Viktor Saf bu dəfə bucağı bağlamağı bacardı İsveç komandasının qol-kiperi. Aro ötürməsinin qarşısı kəsilir. Nihat.
Və topu oradan uzaqlaşdırır Nihat İsmailov. Elimizdə Seymur Məmmədov oyuna daxil olur. 10 nömrəli forma ilə müdafiədə də hazırda. Azizi. Ötürmə dəqiq deyil. Fredrik Söderqvist. Top ona gəlib çatmadı. Nihat. Seymur. Muratdan ötürmə. Top Nihata çatmır. Azizi. Söderqvist. Foroblat. Fazliya. O da meydandadır. Söderqvist. Ondan zərbə Rövşən Hüseynli. Top ələ keçirir. Fredrik Söderqvist'in zərbəsindən sonra Murat Quluzadə. Azizi. Sol ayağı ilə zərbə Rövşəndən qaydı top Söderqvist. Topu qapının üstündən vurur Rövşən Hüseynli bu dəqiqələrdə. İnamsız oynayan komanda yoldaşlarının yeganə sığortaçısıdır. Yəni Vitali Borisov'un sonradan meydana daxil etdiyi oyuncular etimadı doğrultmur deyə bilərik. İndi əsas heyət qayıdır meydana. Nihat və Seymur istisna öndəki üçlü dəyişdi. Ağalizadə. Azizi çox yaxşı qorudu topu gövdəsi ilə. Nihat da meydanı tərk etdi və yeganə qolun müəllifi Oktay Rüstəmli oyundadır. Moraldin Aziziyə qarşı orada qayda pozulub. Hakim son xəbərdarlıq edir. Söderqvist. Ötürməyə imkan vermədi orada. Xəzər Ağalizadə. Qüvvətli zərbə və blok. Millimizin üzlərindən Hampus Foroblat. Top oyuna daxil edir, ötürmə geriyə. Və Rövşən Hüseynli top ələ keçirir indi. Oktay Rüstəmli. Seymur Məmmədov. Oktay. Rəqibin pressingi komandamızın topu itirməsinə gətirib çıxarır. Qüvvətli zərbə Söderqvistdən. Foroblat ötürməsini edir və son anda oradan Roldinə imkan vermədi Seymur Məmmədov. Söderqvistin zərbəsi dəqiq deyil və indi oyunçumuz sözməmsə zədələnir. Bu Xəzər Ağalizadədir. Qüvvətli zərbə Fazliyadan top qapının üstündən keçir. İsmail Fazliya.
Dərhal da meydanı tərk edir o hərəkətindən sonra. Yaxşı çıxdı Oktay. İndi boşsa onu axtarır komandamızın oyuncuları. Seymur. Ara ötürməsi yaxşı idi, amma top Oktay'a çatmadı Frederiksen. Dönməyə çalışır. Out. Ülvəliyev. Ötürməsi dəqiq deyil. Nəcəfi. Ötürmə Nəcəfidən kapitan Jobi. Və orada ağıllı oynayır Tofiq Mikhailov. Rəqibə macal vermir. Sürətli əks hücum və burada sərt oyun. Amma yox. Hakim. Bizim futbolçumuzun qaydanı pozduğunu bildirdi. Oyun müdafiədə burada Ülvəliyev. Hücum fazasında da onun faizlər fəallığının şahidiyik və burada Johansson topu saxlaya bilmədi. Rəqib qapıcı saf, diqqətli görünür. Mikhailov. Tofiq. Ülvi. Oktay sağ çınaqda, ondan ötürmə Tofiqə. Rövşən. Yaxşı ötürmələrlə gəlir milli komandamız. Əla ötürmə. Hücumumuz davam edir. Tofiq çəkir sağ ayağına. Zərbə! Toxunuş var orada. Əla ötürmələr izlədik oyuncularımızdan. Oktay. İndi İsmailoviç. Qapıdan zərbə alacaq. İsveç komandasının 10 nömrəli oyuncusu Petrit Jubi. Şənayəli gülüşlə qarşılasa da qərarı. Orada qayda pozuntusu yox idi. Murat. Oktay. Rövşən Hüseynli. Nihat. Oktay da meydanı tərk edir və Seymur Məmmədov oyuna daxil oldu. Milli komandamızın heyətində. Seymur Məmmədov qaydanı pozmuşdu, ardınca fair play uyğun davrandı. Nəcəfi. Johansson. Və indi İsveç futbolçuları Hakimin
qərarına etiraz etsələr də top onlardadır. Fərid Abbasovu yanına çağırdı Vitali Borisov. 50 oyuna görə indi cərmə zərbəsi təyin olunur. Fehim Smailovic zərbəni indirəcək. Canlı sətdə yalnız bir oyuncu var. O da Muraddır. Və mükəmməl oynayırıq orada. Yenə mükəmməl oynayırıq. Rövşən Hüseynli və müdafiəçi komanda yoldaşı orada Söderqvistin zərbəsini dəf edir. Smailovic. Murad. Nihat. Seymur. Nəcəfi qaydanı pozub. Nihat kənara gəlir. O zədədən sonra Nihat İsmailov. Murad. Fərid. Murad. Topu keçirməyə çalışır rəqibdən. Olmadı. Ardınca qüvvətli zərbə. Fərid Abbasovdan dəqiq deyil. Qaydanı pozur. Elimizin 8 nömrəli oyuncusu Murad Quluzadə. Rəqibin heyətində 4 nömrəli oyuncu Viktor Mosberg yerə yıxılmışdı. Nəcəfi və topu onun qarşısından uğurluyur Ağalizadə. Söderqvist boş mövqeyə qaçır və Fərid Abbasov topu meydandan çıxarır. İlk hissənin yarıdan çoxu artıq geridə qalır və millimiz 1-0 hesabı ilə öndədir. Oktay Rüstəmlinin vurduğu qolla. Top Muraddan meydanı tərk edir. Söderqvist. Çox uzun ayaqları var onun və topu itirmədi. İsveç millisinin hücumu davam edir. Martin Nəcəfi. Fredrik Söderqvist. Ötürməsinə imkan vermir Murad Quluzadə. Zədələndi hətta Murad o ötürmənin qarşısını kəsərkən. Yan xəttdən top oyuna daxil edilir. Və orada müvazinətini itirdi Noraldin Azizi. Topu qapının yanından vurdu.
Rövşən Hüseynli. Topu ona daxil edir. Və rəqib qapıcı Saf. Topu meydandan çıxarır Viktor Saf. İrəliyə çıxdı, başla oynadı. Oktay. Seymur. Topla oynamaq bacarığı yüksək olan futbolçu çox azdır İngilizin heyətində. Əzimkarlıq, sona qədər oynamaq prinsipləri hələ ki daha çox diqqəti cəlb edir. Rövşən Hüseynlinin ötürməsi isə bərk alındı. Tofiq. Çox lənc davrandı Xəzər Ağalizadə. Tofiqin ötürməsindən sonra rəqib topu gəlib ondan uğurladı və heç ruhu da incimədi futbolçumuzun. Hər keçən dəqiqə sanki İsveç futbolçuları təzyiqi daha çox artırırlar və daha çox güc sərf edir onlar. Birinci nömrəli onlar oynayır hazırda. Oktay. Ülvi. Orada qarşısını aldılar Ülvinin. İmkan vermədi Tofiq Mikhailov. Əla oynadı müdafiədə. Çox təcrübəli davrandı. Hər iki oyunçunu bloklamağı bacardı. Rəqibin kapitanı meydana qayıdır. Petrit Jubi və yan xəttdən Hampus Furublat. Nöqtəsindən topuna daxil etdi. Ardınca gələn zərbə isə dəqiq deyil. Fredrik Söderqvist. Xəzər. Tofiq. Ülvi. Oktay. Topu meydandan çıxarır Fredrik Söderqvist. Rövşən. Özü də zərbə indirə bilər, amma ötürmə edəcək indi güman ki. Adi vəziyyətdə anlaşılmazlıq. Adi vəziyyətdə anlaşılmazlıq. Söderqvist. Fazliya. Jobi döndü orada. Jobi zərbə indirir və Rövşən Hüseynli topu Xəzərə ötürür. Xəzər Ağalizadə. Xəzər. Orada zərbəyə imkan verilmədi Fredrik Söderqvistdən. İndi isə əks hücum komandamızdan. Oktay. Topu sürüşərək meydandan çıxarır Noraldin Azizi. Ötürmə qapı qarşıda zərbə alaydı. Viktor Saf topu çıxarır. Fazliya ötürmənin qarşısını necə uğurla kəsir orada. Xəzər əla oynadı. Brian Johansson boşluğa açılırdı. Millimizdə Xəzər Ağalizadə kənara gəlir və Seymur Məmmədov oyuna daxil olur. Nihad İsmailov da oyuna daxil oldu və Tofiq Mikhailov kənardadır. Eyni zamanda komandamızın heyətində Emil Həsənzadənin də meydana daxil olmağa hazırlaşdığını görürük. Viktor Saf. Fəhim İsmailoviç. Petrit Jova. Brian Johansson topu yenidən Fəhim ötürür. İsmail Fazliya. Petrit Jova. Orada fərqli qərar gözləyirdi Ülvi indi. Qüvvətli zərbə Ülvidən Viktor Saf.
Ülvi Əliyev yaxşı zərbə indirmişdi. Komandamızın 14 nömrəsi ötürmə qapı qarşısında Seymur Məmmədovdan, amma orada Emil Əsənzadə daha fərqli mövqedə idi. Murad Quluzadə ona daxil olur milli komandamızda. Bu isə bir qədər əvvəlki epizodun təkrarıdır. Maçın ilk hissəsinin başa çatmasına təxminən 8 dəqiqə qalıb. Qüvvətli zərbə, yenə Rövşən Hüseyni bu dəfə ayağı ilə dəf edir o zərbəni. Rəhim İsmailoviç, Brian Johansson və ötürmənin qarşısını kəsir Murad Quluzadə. Rəqibin heyətində Gustav Rydberg oyundadır 15 nömrəli formayla. Ötürmənin qarşısını kəsir Emil. Murad, qüvvətli zərbə və orada hakim oyunu dayandırır. Qayda pozulub Murad Quluzadə tərəfindən. Azərbaycan üçün 5-ci gol. İlk gol for Azərbaycan. Milli komandamız üçün 5-ci fol olur artıq bu. İkisi ilə təkcə Murad Quluzadənin pasivindədir. Rövşən Hüseynidən top meydanı tərk edir. Gustav Rydberg sona qədər oynadı orada. Bəstəboy oyunçu və Seymur Məmmədovu səhv etməyə məcbur etdi. Gustav Rydberg ötürmə geriyə. İsmail Fazliyə. Brian Johansson. İsmail Fazliyanı görürük. Rəqib komandanın 2 nömrəli oyuncusu. Nihat ondan sağ tərəf ötürmə. Murad Quluzadə çatdı topa, amma sağ ayağı ilə keyfiyyətli toxunuş edə bilmədi. İsmail Fazliyə. Və top Rövşəndə qalır. Və onun ayaqqabısı, idman ayaqqabısı çıxır ayağından. Rövşən Hüseynli. Əsənzadə topa çata bilmədi. Seymur, Emil. Yenə Rydberg yaxşı oynayır. Emil orada topu itirir. Johansson. Qüvvətli zərbə Nəcəfidən və blok Emildən. Daha bir qüvvətli zərbə və mükəmməl qol vurur. Çox əla zərbə indirdi rəqib oyuncu Hampus Furublat. Və artıq bu vəziyyətdə Rövşən Hüseyninin də nəsə edə bilmək ehtimalı yox idi. Çox effektli zərbə idi. Hampus Furublat. Topu qapıdan keçirir. İsveç komandasının heyətində. Oktay. Out. Ötürmə dəqiq deyil. Rydberg.
Ötürmə Fredrik Söderqvist'ten 31 yaşlı futsalçı milli komandada 36 oyuna 12 gol vurub. Hələ ki ən sərrast İsveç millisində. Petrit Jubidi onun 36 yaşı var və 29 golu var milli komandasında. Kosova əsilli futsalçı. Ülvi Əliyev. Ötürmə qeyri dəqiq. Gustav Rydberg. Söderqvist. Yenidən Söderqvist. Tofik. Yaxşı oynayır Ülvi. Orada rəqibini aldatdı Ülvi. Ülvi Əliyev. Ötürmə. Çox təəssüf götürmə etdi orada. Xəzər. Onun zərbəsi Oktay. Geri oynayır Ülvi. Komandamız təzyiqi artırır Tofik. Xəzər. Tofik. Oktay. Ülvi boş mövqedə qarşısında Nəcəfi. Və Məhtin Nəcəfi qaydanı pozur orada Ülvi Əliyevə qarşı. Time out Vitali Borisov da milli komandamızın baş məşqçisindən. Əsas, belə deyək, millinin əsas oyuncuları, əksər oyuncuları İsveçin Göteborg komandasının şərəfini qoruyur. İki oyuncu Hammarbydəndir. Fredrik Söderqvist Uddevalladandır. Eyni zamanda Donat Gashi. Və belə ilə Göteborg'dən cəlb olunan futsalçılar daha çoxdur. Millinin heyətinə qapçı Viktor Saaf da bugün 10-cu oyununu keçirir millidə, 27 yaşlı qapçı. O da həmçinin Göteborg klubunun şərəfini qoruyur. Viktor Mosberg, Scott Febins komandasındandır. Yəni demək olar ki, İsveç çempionatının oyuncuları ilə milli komandanı formalaşdırıb baş məşqçi Mattia Julvat. O da Xorvatiyalı keçmiş futsalçıdır. Xorvatiya millisində 57 oyun 18 gol vurub. Qüvvətli zərbə Viktor Saaf top ələ keçirir Xəzərin zərbəsindən sonra. Dinamo Zagreb'də Futsal Dinamo komandasının da rəhbəri olub 2015-ci ildə Mattia Julvat. Viktor Saaf topu itirməmək üçün kənara vurur. Oktay. Tofik'ten əl ötürmə və orada inanlı oynayır rəqibin kapitanı Johansson. Oktay. Xəzər. Rövşən. Ülvi. Ülvidən ötürmə Nəcəfi. Ardınca inanlı oynayır orada Mattin Nəcəfi. Out. Yan xəttdən İsveç futsalçılarına topu oyuna daxil edirlər.
Rosberg, ötürmə kapitan Petrit Jubi və top yan xəttdən meydanı tərk edir. Ötürmənin qarşısını kəsdi Fredrik. Ardınca top meydanda qalır və qapçı saf topu kənara vurur. Hesab 1-1'di. Oktay Rüstemli'nin goluna rəqib komandada Hampus Foroblat cavab verib. Oktay. Yaxşı gördü orada komanda yoldaşını Oktay. Xəzər. Tofik. Yerdən Xəzər. Və orada qayda pozulub. Xəzərə qarşı. Xəzər Ağalizadə zərbə aldı rəqibdən. Millimizin heyətində Mirzə Əmirov oyuna daxil olur. O da yaxşı texnikaya malik futsalçıdır. Ülvi Əliyev. İşarə gəlir. Ülvi birbaşa zərbə indirir, top canlı sətdən qayıdır. Rövşən. Ülvi. Mirzə. Və topu meydandan sürüşərək çıxarır. Bərabərlik golunun müəllifi Hampus Foroblat. Hissənin başa çatmasına isə təxminən 3 dəqiqə qalıb. Tofik. Ülvi. Orada yanaltdı Fredrik Söderqvist. Topa toxunmadı. Azizi. Yaxşı oynayır orada Mirzə. Ülvi'nin ötürməsinə mani olur. Rəqibin kapitanı Jubi. Seymur Məmmədov. Oyuna daxil oldu Tofik Mikaylovun əvəzinə. Top Viktor Saf'da qalır. Taban ötürməsi və əla oynayır orada Rövşən. Söderqvist qapçıda üzbəüz qalmışdı və orada əla oynayır Rövşən Hüseynli. Rəqibə yenə də qol imkanı vermədi. Qapı qarşısına ötürmənin qarşısı kəsilir. Daha bir out. Naraldin Aziziyə və Murat Qulzadəyə xəbərdarlıq edir. Söderqvist ötürmə Jubiyə, ondan qüvvətli zərbə və bloklanır bu zərbə. Söderqvist top itkisi və indi komandamız əks hücuma atılır. Seymura isə imkan vermədi Söderqvist. Ülvi.
Ülvi Əliyev. Ötürməsini etdi Seymur Məmmədova. Seymurdan qüvvətli zərbə və burada bloklayır zərbəni Furublat. Burada isə Seymur Məmmədov zərbənin qarşısını kəsmişdi. Ülvi. Murad. Xəzər topu yenidən Murad ötürür. Ülvi. Ülvidən zərbə və küncdən zərbə olacaq. Söderqvistdən top meydanı tərk edir. İlk hissənin son anları. Küncdən zərbə yerinə yetirildi. Johansson topa toxunur. Rövşən. Xəzər. Qayda pozulub orada. Viktor Mosberg. Top Mosberg'dən çıxıb. Qüvvətli zərbə. Seymur. Adi vəziyyət. Yenə Xəzər topu meydanda saxlaya bilmədi. Oktay meydana qayıdır. Follarda. Hesab 5-3'dür. Bir fol, əlbəttə ki, rəqibi artıq çox yaxşı bir imkanla üzbəüz qoya bilər. Ona görə diqqətli olmaq lazımdır qarşıdakı 1 dəqiqə 12 saniyə ərzində. Oktay. Ötürmə dəqiq deyil. Top yan xəttdən çıxır. Mosberg. Jobi. Petrit. Son dəqiqə ilk hissədə. Azizi. Anlaşılmazlıq İsveç futsalçılarından Viktor Mosberg topu yan xəttdən çıxarır. Son 42 saniyə. Murat. Ülvi. Oktay. Time-out İsveç komandasından. Xorvatiyalı mütəxəssis time-out götürür, sona az qalmış. Ülvi Əliyev bir qədər əvvəlki epizodda zədələndi. Bax burada. Hakimin gözündən yayınır bu epizod. Halbuki qayda pozulmuşdu. Məşqçilər hazırda son tapşırıqlar verirlər. Hesab 1-1'dir. Bakı İdman Sarayında. Time-out başa çatır. Son 28 saniye.
Zərbə o qədər də qüvvətli deyildi, amma Murad Quluzadə düzgün mövqe seçdi və o zərbənin qarşısını kəsdi. Yatdı orada Oktay. Amma hər şey yaxşı qurtarır. Söderqvistin zərbəsindən sonra bloklanır o zərbə. Saf, risk etmir Viktor Saf. Ülvi. Murat. Orada topu iti bucaqdan hətta rəqibə vurmağa çalışırdı, alınmadı. Beləliklə ilk hissədə artıq son an. Və beləliklə ilk hissə yekunlaşır əziz tamaşaçılar. İlk hissədən sonra hesab 1-1'di və bir qədər sonra Azərbaycan və İsveç futbolçularının maçında ikinci hissə başlayacaq. Hələlik isə fasilədir. Roma tanıysan. Yeniden vaxtınız xeyir olsun əziz tamaşaçılar. Canlı yayımızı davam ettiririk Bakı İdman Sarayından və artıq ikinci hissə üçün son dəqiqələr. Bir qədər sonra komandalar yenidən meydana qayıdacaq. Azərbaycan və İsveç kollektivləri münasibətləri aydınlaşdıracaqlar. İlk hissədən sonra hesabda bərabərliyi var, 1-1. Və yalnız yerli oyunculardan qurulan milli komandamız İsveç seçməsi ilə Avropa çempionatının seçmə mərhələ yarışlarının ilk görüşündə hələ ki ilk hissədən sonra rəqibin müqavimətini qıra bilmir. Hesab 1-1'dir. Bax, bu da millimizin vurduğu gol. Oktay Rüstəmli fərqləndi, hesabı açdı bu epizodda. Ardınca isə İsveç futbolçuları baxımlı qolla hesaba tarazlıq gətirdilər. Hampus Forobladın vurduğu qollar. Futsal üzrə Azərbaycan millisi həmişə Braziliyalı kifayət keyfiyyətli legionerlər sayəsində daha yaxşı nəticələr və ya inamlı qələbələr qazanıb. Amma artıq yalnız yerli oyuncular və gənc futbolçuların yetişdirilməsi prosesinə start verilib. Milli komandamızın baş məşqçisi Vitali Borisov bax bu heyətlə
Avropa çempionatının seçmə mərhələ yarışlarına başlayıb. Ümumi heyətimizi bir daha xatırlayaq. Rövşən Hüseynli, Oqtay Rüstəmli, Xəzər Ağalizadə, Tofiq Mikailov, Ülvi Əliyev, Kamran Acıyev, Rüstəm Bağırov, Nihad İsmailov, Mirzə Əmirov, Murad Quluzadə, Seymur Məmmədov, Fərid Abbasov, Fərid Atakişiyev və Emil Həsənzadə. Bu milli komandamızın ümumi heyətidir və yalnız yerli oyuncular çıxış edirlər milli komandamızda. İsveç seçməsində isə Viktor Saf, Hampus Forublat, Fredrik Söderqvist, Petrit Jubi və Noraldin Azizi beşliyi mübarizə aparır. Və görə ikinci hissədə komandamız rəqibin müqavimətini qıra biləcəkmi? Yeri gəlmişən İsveç futzalçıları artıq ilk oyunlarını keçiriblər. Onlar evdə Yunanistan komandasına uduzublar. Bir 4 hesabı ilə uduzublar. Amma Azərbaycan səfərində, Bakı səfərində əlbəttə ki, onların hədəfi xal və xallar qazanmaqdır. Bu hədəf üçün səfərə gəliblər və ilk hissədə onlar daha çox atletik, daha çox fiziki, ağırlıqlı oyunla daha çox üstünlüyü fiziki tərəfə verərək, çünki onların əsas üstünlükləri bu cürdür. Şimali Avropa ölkələrində bəzi oyunculara istisna, məsələn, İsveç millisinin heyətində Gustav Rydberg'i qeyd etmək istərdim ki, bəstəboy və yaxşı, sürətli, texnikalı oyuncu kimi ilk hissədə özünü göstərdi. Artıq komandalar meydana qayıtmalıdırlar. Milli komandamız meydandadır və Vitali Borisov gördüyünüz kimi Rövşən Hüseynliyə, milli komandamızın kapitanına tapşırıqlarını verir. Baş məşqçimiz Azərbaycan futzalının önəmli simalarından şübhəsiz Vitali Borisov. Onun oynadığı dönəmi çox yaxşı xatırlayırıq. Hətta milli komandamızın heyətində Braziliyalı legionerlər oynayanda belə Vitali Borisov o heyətdə özünə yer tapıb, onlar səviyyəsinə yaxın futzal oynayan bir ad kimi yaddaşımızda qalıb və indi də öz təcrübəsini yerli gənc futzalçılara çatdırmağa çalışır Vitali Borisov. Görək ikinci hissədə bu tapşırıqlar özünü doğruldacaqmı? Hakimlər meydandadırlar və artıq hətta biz İsveç komandasının üzvlərində görməyə başlayırıq. Onlar da meydana qayıdırlar. Nəcəfini görürük. İsveç komandasının heyəti də futbolda olduğu kimi daha çox immigrant ailələrin illərdən sonra övladlarının bu ölkə komandalar üçün mübarizə aparmağı fonunda. Bax, bu cür bir beynəlmiləl heyətdir. İsveç komandasında kapitan Petrit Jubi. Kosova əsilli oyunçudur. Bunu qeyd edə bilərəm. Noraldin Azizidir. Nəcəfidir. Bunların soyadlarından bəllidir. Əlbəttə ki, yalnız Viktor Saf, Hampus Forublat, Fredrik Söderqvist əsl yerli İsveç ad və soyadlarını daşıyan futzalçılardır. İsmail Fazliyev, Fehim Smailovic, Lavdi Mazemi, Enes Poyraz kimi oyuncular da var ehtiyatda İsveç komandasında. Belə ilə İkinci hissə üçün Qazaxstanlı hakimlər son yoxlanışları da həyata keçirirlər və birinci referi Aslan Qalayevin işarəsi ilə İsveç futzalçıları ikinci hissəyə başlayır. Jobi ondan top almağa çalışdı
oyuncularımız və top Rövşən Hüseynində qalır dərhal da. Oktay Rüstəmli ilə oynayır. Oktay qarşısında Forublat ötürmə qapı qarşısına. Nəcəfi topu oradan uzaqlaşdırır. Viktor Safı görürük. Milli komandamızın oyuncusu zədələnib. Həkimin meydana daxil olmasına icazə verilir. Tofiq Mikaylovdur zədələnən. Ayağını, sağ ayağını tutur. Tofiq. Ayağa qalxır. Tofiq Mikaylov. Seymur Məmmədov oyuna daxil olur. Onun kənara gəlməsi ilə tibbi yardım göstərilir kənarda ona. Ülvi Əliyev. Yan xəttdən topana daxil etdi Oktay Rüstəmli. Seymur Məmmədov. Rövşən Hüseynli. Ülvi Əliyev. Seymur Məmmədov. İki rəqib arasından çıxmağa çalışdı ötürmə. Xəzər Ağalizadə. Xəzər istiqamətini ötürmə və son anda Furublat toxunur topa. Xəzər Ağalizadə. Rövşən. Yenidən Ülvi. Ara ötürməsi yaxşı düşündü orada Ülvi. Top keçmədi. Söderqvist. Onun ötürməsi keçmir. Ardınca Söderqvistin zərbəsi və bloklanır bu zərbə. Jubi. Petrit Jubi. Topu Viktor Mosberg götürür. Söderqvist orada fərqli bir ötürmə üslubuna müraciət etdi, amma alınmadı ötürməsi. Ülvi Əliyev. Yenə sürüşərək oynayır Fredrik Söderqvist. Rövşən. Topu kənara vurur. Kənara göndərir. Yenə anlaşılmazlıq fuzuatçılarımızdan. Brian Johansson. Noraldin Azizi davan ötürməsində dəqiq deyil. Azizinin. Mattin Nəcəfi oyundadır İsveç millisində. Qayda pozulub. Fəhim İsmailoviç qaydanı pozmuşdu. Bu İsveç millisində ən çox oyun keçirən oyuncudur. Bax, burada topun meydandan çıxmasına etiraz edirdi İsveç futzalçıları. Əla ötürmə. Xəzər zərbə indirir və top qapının yanından keçir. Xəzər Ağalizadə. Yaxşı zərbə idi. Keyfiyyətli zərbə idi, amma top qapı dirəyinin yanından keçir. Seymur. Viktor Mosberg. Brian Johansson. Fəhim İsmailoviç. Ülvi Əliyev topu ondan alır. Oktay ötürməsini etdi Xəzərə. Xəzər qarşısında Johansson. Seymur. Yenidən Ülvi. Ülvi və Viktor Saf. Bu topu iki cəhdə də olsa tutur. Yenə Ülvi topu qazandı. Ülvi ötürməsini edir. Hücumumuz davam edir. Zərbə lazımdır orada. Və gol! Hesabı dəyişir.
dəyişir futbolçularımız. Əla bir hücum növrəsi millimizdə və Xəzər Ağəlizadə topu qapıdan keçirir. 2-1. Gol müəllifi Azərbaycan millisinin 7 nömrəsi Xəzər Ağalizadədir. Hesab 2-1 Azərbaycan millisinin seyirciləri. Hesab dəyişir 2-1. Gol Azərbaycan skoru Xəzər Ağalizadə. Yohansson. Qarşısına Emil Həsənzadə kəsirdi və top meydanı tərk edir. Seymur Məmmədov. Yaxınlaşır ora Emil Həsənzadə. Seymur. Rövşən. Və qapçı saf. Top ələ keçirdi. Mosberg. İsmailoviç. Orada Ülvi Əliyevi tutub çəkirdi əslində Brian Johansson. Amma hakim buna məhəl qoymadı. Oyunu davam etdirdi. Viktor Mosberg. Topu qazanmışdı orada Seymur, sadəcə önünə ata bilmədi, ram edə bilmədi. Viktor Saf. Nəcəfi. Yaxşı oynayır müdafiədə. Out. Əla oynadı müdafiədə Murad Quluzadə ilə. Yohanssona sona qədər zərbə imkanı vermədi Murad Quluzadə. Emil. Fəhim İsmailoviç. Nəcəfi. Və Seymur topu meydandan çıxarır. Saf. Emil Həsənzadə oyuna daxil olub, öndə pressing edir. Yeri gəlmişkən Polşada Venecia Poltusk komandasında oynayıb Emil. Aras Naxçıvan heyəti Çempionlar Liqasında Belfast komandasına qol vurub. Yeri gəlmişkən bu futbolçu və bugün milli komandanın heyətindədir. Emil Həsənzadə 20 nömrəli futbolçu və bu arada Ülvi Əliyev dönərək zərbə indirir. Dəqiq olmadı zərbəsi. Söderqvist keçdi və Rövşən Hüseynli orada əzələsini dartır. Komandamızın kapitanı və qapçısı Rövşən Hüseynli. Qazaxstanlı hakimlər gözləyin deyir İsveç futbolçularına və onlar təbii ki indi təzyiqi artırırlar hakimlərin üzərinə ki sürətli oyunu davam etdirə bilsinlər. Nəcəfinin zərbəsi dəqiq deyil. Emil Həsənzadə pressing edirdi və indi Rövşən Hüseynlinin nəzarəti ilə top meydanı tərk edir. Yan xəttdən top meydandan çıxıb. Fredrik Söderqvist. İsmailoviç.
Nəcəfi. Və Söderqvistin zərbəsi dəqiq deyil. Murad. Emil. Tofiqdən ötürmə. Emil istiqamətində. Emil! Qapı direği! Əl oynamışdı. Emil Əsənzadə. Hər şeyi gözəl etdi. Topu ayağına saxladı. Keyfiyyətli zərbə endirdi ancaq bəxti gətirmir Emilin. Bax, bu da həmin epizod. Əla saxlayır topu. Qapıçının ayaqları arasından topu qapıdan keçirməyə çalışdı. Bəxti gətirmədi. Top dirəkdən qayıdır. Tofiq. Ötürmə gözəl. Emil Əsənzadə topu ram edə bilmədi. Söderqvist. Azizi orada itələmişdi əslində Norayeldən Azizi Rövşən Hüseynlini. Bəli, tapdalamışdı ayağını da. Azizi təkrardan da gördük. Bu ok gəlir oradan. Söderqvistin zərbəsindən sonra. Jobi. Qapıdan zərbə. Qazaxstanlı referi, ikinci referi. Qapıdan zərbəyə işarə etdi Rövşən Hüseynli, Emil Əsənzadə. Tofiq Mikailov topu meydanda saxlamaq mümkün olmadı. Tofiq Mikailov və Norayeldən Azizini yanına çağırır Aslan Qalayev. Və xəbərdarlıq edir. Söderqvist. Jobi. Top milli komandamızda və yan xətdən futsalçılarımız topa daxil edirlər. Xəzərlə Oktay. Ülvi. Ara ötürməsi gözəldir. Zərbə indirmək lazım dedi. Gözəl hərəkətlər və top qapıdan keçmir Oktay Rüstəmli. Yaxşı oynamışdı hücumda. Ülvi Əliyevin də ara ötürməsi yerində idi. Toxunur topa Ülvi Əliyev. Out. Bax, bu da bir qədər əvvəlki epizod. Oktay Rüstəmlinin cəhdləri nəticə vermir. Top qapıya paralel keçir. Söderqvist. Qüvvətli zərbə və bloklanır bu zərbə Xəzər tərəfindən. Üçüncüdən zərbə yerinə yetirilir.
Ötürmə dəqiq deyil. Out. Top meydanı tərk edir. Fredrik Söderqvistin ötürməsindən sonra. Rövşən. Ötürmə dəqiq deyil Rövşəndən. Seymur Məmmədov öndəydi. Top yan xəttdən meydana tərk edir. Noraldin Azizi topu ram edə bilmədi. Daha bir out. Hampus Foroblad topa toxunmuşdu. Rövşən. Seymur. Oktay. Zərbə çox zəif idi. O qədər də tutarlı deyildi. Söderqvist yeri aldatdı və zərbənin qarşısını Seymur Məmmədov kəsir. Yenə blok qoyur Seymur. Yenə blok Seymurdan, yenə əl oynayır müdafiədə o. Oktay. Seymur. Topu itirmişdi amma sonradan toxuna bildi. Noraldin Azizi topu ələ keçirməyə yaxın idi. Brian Johansson. İsmail Fazliyə. Jubi və toxunuş. Petrit Jubinin dəyə götürməsinə mane olur. Orada milli komandamızın üzvü. İsmail Fazliyə. Azizi'dən topu ustalıqla alır orada. Seymur Məmmədov ardınca devam edən hücum ötürmə qapı qarşısına. Ünvansızdır. Burada düzgün məncə qərar vermədi Xəzər Ağalizadə. Brian Johansson. Ötürmə qapı qarşısına. Və topu meydandan çıxaran Xəzərdir. Emil Əsənzadə oraya daxil olur. Milli komandamızın heyətində Xəzərin əvəzinə. Nəcəfi. Johansson. İsmail Fazliyə dəqiq oynamadı ötürmə zamanı. Maçın ikinci hissəsində də artıq vaxtı yarılamağa yaxınıq. Nihat boş mövqe açıldı, ancaq zərbəsi dəqiq olmadı, hətta ötürməsi dəqiq desək düzgün alınmadı. Emil fərqlənməyə yaxın idi, onun zərbəsi dəqiq deyil. Topu ələ keçirdi Emil Əsənzadə, amma zərbəsi dəqiq olmadı Emilin. Emil Əsənzadə topa uğurlu toxunuş edir. Qayda pozuntusunu alır rəqibdən Rövşən Hüseynli. Bu onların ikinci foludur. Bizdə isə ikincisi də fol yoxdur komandamızın pasivində. Nihat İsmailov, Emil Əsənzadə. Özü topla çıxır Emil. Ötürməsini etdi və indi zərbə üçün imkan var. Murad! Topu qapının üstündən vurur Murad Quluzadə. Yeni Emil Əsənzadənin qurduğu əla hücumun şahidi oldu, amma Murad Quluzadə burada dəqiq zərbə endirmir.
Viktor Mosberg'i gördük. Rövşən Hüseynli. Topu itirir orada Emil. Out. Brian Johansson. Viktor Saaf. İkinciden zərbə olacaq. Top futbolçumuzdan meydanı tərk edir. Saaf. Murat. Qayda pozulub. Johansson komandanın 3-cü foulunu edir. Komandasının 3-cü ümumilikdə 3-cü foulunu edir o. Bu qayda pozuntusuyla. Daha 2 foul. Əlbəttə ki işi komandamızın lehine edəcək. Daha doğrusu 3 foul. Tofik. Rövşən, əla ötürmə, Tofik Mikhailova, Mikhailov top saxlayır, ötürmə yox, zərbə qərarı verdi və qapçı dəf edir bu zərbəni. Tofik Mikhailov orada qaydanı pozur. Qaydanı pozur, sonra da meydandan çıxır, əvəzlənir. Bir qədər əvvəlki epizodda ötürmə etsəydi bəlkə də fərq. Hesab arasındakı fərq daha fərqli olacaqdı, daha xeyrimiz olacaqdı, lehimiz olacaqdı. 3-cü qolu vurmaq mümkün ola bilərdi. Amma fərqli qərar qəbul etdi Tofik. Viktor Saaf. Mosberg. Rydberg və top Gustav'ın özündən çıxır. Gustav Rydberg. Top məhz ondan meydanı tərk etmişdi. Rövşən. Rövşənin zərbəsi. Dərhal Emil'lə oynayır, Emil Əsənzadə. Onun ötürməsi keçmədi. Söderqvist. Söderqvistdən topu almaq mümkün olur. Out. Daha bir foul yazılır İsveç millisinin pasivinə. Oradakı Söderqvistin hərəkətinə görə. 4 olur. Foul sayı. Daha 2 foul bizim penalti vurmaq imkanımız demək olacaq. Ülvi geri oynayır. Rövşən. Və out. Emil Əsənzadə kənara gəlir. Oktay Rüstəmli oyundadır milli komandamızda. Out. Mosberg. Nəcəfi. Söderqvist. Şimdi isə Oktay Rüstəmli topu önünə atıb irəliləməyə çalışır və qayda pozulmayıb. İndi qayda pozuldu. 2-4 olur foullar. Gustav Rydberg. Ara ötürməsinin qarşısında Oktay kəsir. Və ardınca Ülvi topu meydandan çıxarır. Saaf.
Emil Həsənzadə topu yaxşı atdı önünə. Ötürməsini edir Oktay. Oktay geri oynadı. Seymur. Ülvi. Nəcəfi topa toxunur və out. Son 8 dəqiqə maçda. Seymur. Və Oktay Rüstəmli topu meydandan çıxarır. Seymur Məmmədovun uğursuz toxunuşundan sonra. İsveç futbolçuları kapitan Jubi ilə topu arada daxil etdilər. Saf. Rydberg. Yenidən Jubi. Out. Top Nəcəfidən çıxır. Mattin Nəcəfi. Top son qara ona dəymişdi. Seymur Məmmədov. Oktay. Seymur yaxşı gördü komanda yoldaşını. Amma Oktay Rüstəmli topu itirir. Və rəqibin də ötürməsi dəqiq olmadı. Saf, top meydandan çıxarır. Bir dəqiqə də geridə qalır. Ülvəliyev. Seymur Məmmədov. Rövşən Hüseynli. Topla gəlir Rövşən. Ötürməsini də etdi. Emildən ötürmə, Murad. Muradın ötürməsi. Toxunuş və out. Seymur. Rövşən Hüseynli oyuna qoşulur. Ülvəliyev. Seymur Məmmədov topu yenə yaxşı saxlaya bilmədi və time-out. İsveç komandasından Xorvatiyalı məşqçisi time-out götürür. Bir dəqiqəlik bir time-out müddəti və məşqçilər təbii ki oyuncularına tapşırıqlarını verirlər. Və yaranmış fasilədən istifadə edən rejissorumuz sizin üçün milli komandamızın vurduğu ikinci qolun təkrarını göstərir. Həqiqətən çox yaxşı bir kombinasiya nəticəsində milli komandamız fərqləndi və hesabda irəli çıxdı. Xəzər Ağalizadənin vurduğu qollar. Time-out başa çatır.
Yan xəttdən Söderqvist. Top oyuna daxil edəcək. Ötürmə qapı qarşısına. Johansson və bu arada Johansson həm oyuncu, həm də qapıcıdır. İndi müdafiə olunduğu üçün komanda yerinə qapıcı Safa verir. Hücuma çıxanda o meydan oyuncusuna çevrilir. Seymur Məmmədov top oyuna daxil edəcək. Out. İsveç futsalçıları top oyuna daxil etməlidir və bu qərar Vitali Borisovu da qane etmədi. İsmailoviç. Rydberg və top qapıdan keçir. Təəssüf ki. Top qapıdan keçir. Təəssüf ki. Yenidən İsveç futsalçıları hesaba tarazlıq gətirə bilirlər. Çox təəssüf ki, komandamız imkanların bir neçəsini sağa sola xərclədi. Rəqib isə çərçivəyə düşdüyü ilk imkandaca fərqlənməyi bacardı. Mərkəzdən komandamız oyuna başlayır. Amma yenə öyle keçmək olar. Yenə də təzyiqi artırmaq lazımdır Ülvəliyev. Təbii müdafiədə ehtiyatlı oynayaraq. Tofiq. Ülvidən ötürmə irəliyə. Jobi. Tofiq Mikhailov. Seymur Məmmədov. Seymur orada ötürməni də bilmədi, ardınca da rəqib küncdən zərbə qazanır kapitanı ilə. İsmailoviç. Rydberg. Mosberg. Yeniden Fehim İsmailoviç. Johansson. Onlar bu hesablara razı değiller ve yenə də hücumda qapıcı oyuncu ilə oynayırlar. Fehim İsmailoviç. Rydberg yenə sağcına, yenə blok Seymur Məmmədovdan. Zərbə dəqiqi. Dərhal Rövşən Hüseyni top oyuna daxil etdi. Qapçı yoxdur və son anda toxunuş gəlir İsmailoviçdən. Rövşən Hüseyinli orada düzgün qərar verdi. Tez oyuna başladı. Amma irəlidə olan futbolçularımız hava mübarizəsini uduzurlar. Daha bir out. 4 dəqiqə 40 saniyə qalıb maçın başa çatmasına. Emil
Xəzər. Oktay. Oktay yenidən Seymurla oynayır. Rövşən Hüseynli. Rövşən özü zərbə endirir və heç bir şey. Vaxtında ötürmə edib bəlkə də daha yaxşı oynamaq olardı. Rydberg. Folların sayını Seymur Məmmədov tək başına gətirib rəqiblə bərabərləşdirəcək bu gedişlə. Mosberg. Seymurdan inamlı toxunuş və küncdən zərbə. Viktor Mosberg. Yenə Johansson. Növbəti oyuncu kimi meydandadır. Beş futbolçuları. Vitali Borisov'un oyundan öncəki, goldan öncəki daha doğrusu etirazı və ardınca Ülvi Əliyevin toxunuşundan sonra top qapımızdan keçir. İndi yenə time-out zamanı, İsveç komandasının time-out zamanı məşqçilər tapşırıqlarını verirlər. Ülvi. Out. Mosberg. Rydberg topu yenidən komanda yoldaşına qaytarır. Oyunun başa çatmasına 3 dəqiqə 15 saniyə qalıb. Fehim Smailovic. Söderqvist. Smailovic ötürmələrlə gəlirlər və Johanssonla 3-cü qol vurub geri dönüş edirlər. Onlar səfərdə ola qapçı oyuncu taktikasına keçdilər. Biz hesabda irəlidə olarkən də belə oynadılar, qol vurdular. Hesab bərabər olarkən də bunlar azlaşmadılar. Yenə bu cür davam etdilər və hesabda önə keçdilər. İndi rahat şəkildə qapçı meydana qayıdır. Johansson hesabı 3-2'dir. Oyunun sonuna 3 dəqiqə qalmış təxminən. İndi yalnız Vitali Borisov qapçı oyuncu taktikasına keçid eləyir və komandamız görə indi bərabərliyi təmin edə biləcək. Biz qələbə qolunu gözləyərkən bərabərliyi də itirdik. Atakişiyev topu Ağalizadəyə qaytarır. Fərid. Ülvi topu yenidən Fərid ötürür. Ülvi.
Tofiq. Fərid. Ötürmə Oktay. Bir qədər mərkəzə Fərid. Ülvi. Final ötürməsi gəlmir elə ki. Atakişiyev. İndi Fərid cinaha keçir. Rəqibsə inamla müdafiə olunur. Fikir verin. İki oyunçumuz orada pasiv vəziyyətdədir. Oktay, həm də Tofiq. Bir qədər hərəkətli olsalar, rəqib müdafiəçiləri çaşdırsalar, təbii ki, bu komandamızın lehinə olacaq. Oktay indi bax, o zonaya qayıdır. Məşqçinin tapşırığından sonra bir qədər cəldə oynamağa başladı və burada Ülvinin zərbəsi dəqiq deyil. Qayda pozuntuları bərabərləşir. 4-4. Ülvi Əliyevə sarı vərəqə. Bir dəqiqə 20 saniyə. Murad top meydandan çıxarır. Hesab 2-3'dür. İsveç millisi bu qrupun ilk oyununda Yunanistan komandasını evdə 1-4 uduzub. Və Xorvatiyada var qrupda. Milli komandamız Avropa çempionatına evdəki bu məğlubiyyətlə başlasa, iş çətin olacaq şübhəsiz. Fərid. Tofiq. Oktay topu yenidən mərkəzə ötürür. Atakişiyev. Son dəqiqə. Murad. Ülvi yenidən Murad. Dirək! Top qapıdan keçmiş. Out. Son 41 saniyə. Fərqlənməyə çox yaxın olduq. Top sonda, bəli, İsveçli futbolçudan meydanı tərk edir. Meydana qayıdır daha doğrusu. Direğin yaxınlığında olan futbolçu düzgün mövqe seçdi. Oktay. Son 23 saniyə. Atakişiyev. Əliyev və top qapının az fərqlə üstündən keçir. Çox təəssüf. Çox təəssüf. Tofiq Mikailov. Amma bu vəziyyətdə düzgün ötürmə lazım idi. Son 10 saniyə. Ülvi Əliyev. Oktay. Oktay zərbə edir və gol! Gol! Oktay! Sona 2 saniye kalmış. Gol vurur. Oktay Rüstemli. Oyunda şart beraberleşti. Gol verdi. Azerbaycan Millisi'nin 5 oyuncu Oktay Rüstemli. Gol vurdu Azerbaycan. Oktay Rüstemli. Number 5 Oktay Rüstemli. Sona 2 saniye kalmış.
Oktay Rüstəmli fərqlənir. Rəqib komanda etiraz edir. Son saniye golü. Hakim gözləyin dedi. Hakim gözləyin dedi. Mərkəzdən yenə başlamaq lazımdır və 2 saniyə qalmışdı. Johansson və vaxt başa çatır. Vaxt başa çatır. Üstün olduğumuz maçı az qala əldən verəcəkdi və rəqib 3 xalla buradan gedəcəkdi, amma yenə sonda Oktay Rüstəmlinin dublu o keyfiyyətli və dəqiq zərbəsi sayəsində milli komandamız bu görüşdən xalla ayrılır. 3-3 hesablı bərabərlik Azərbaycan-İsveç qarşılaşmasında 3-3 hesablı bərabərlik. Rəqib komandanın kapitanı etirazları davam etdirir. Hətta buna görə sarı vərəqə ilə də cəzalandı. Və beləliklə artıq biz o qolun təkrarını bəlkə də, daha doğrusu qolların təkrarını bir daha izləyərək reportajımızı yekunlaşdıra bilərik. Çox maraqlı, gərgin və dramatik bir maç izlədik. Hərçənd ki, qələbə qazanmağa yaxın idik, ancaq ardıcıl 2 qol buraxdıq və sona 2 saniyə qalmış Oktay Rüstəmlinin vurduğu qolla komandamız bu görüşdən xalla ayrıla bilir. Artıq reportajımızı yekunlaşdırırıq dəyərli tamaşaçılar. Bakı İdman Sarayından yayımımız bitir. Yayımın rejissoru Elçin Mehbalıyev idi. Qarşılaşmanı sizin üçün Ramiz Mirzəzadə şərh etdi. Sağ olun, salamat qalın.